Eyni tektonik zonada yerləşən silsilələr. Buyurun görək. Hansı tektonik zonlarımız vardı? Əvvəlcə mənə sayın görüm. Hansı tektonik zonlarımız var? Uşaqlar, deməli, qeyd edəcəksiniz ki, Azərbaycan ərazisində tektonik zonalar hansılarımızdır? Gələk xəritəmizdə açım göstərim, çünki belə qarışıqdır o xəritə. Qeyd edəcək ki, əvvəlcə danışım. Ön Qafqaz çökməsi, baxın, Ön Qafqaz çökməsi, Böyük Qafqaz qalxması, Kür dağarası çökəklik, Kiçik Qafqaz qalxması və Araz əyilməsi. Bu balaca yeri görürsünüzmü? Bu Araz əyilməsidir. Bəzən bunu nə deyilirdi? Orta Araz. Araz cavan Evet. platforması da deyilə bilər. Araz əyilməsi də deyilə bilər. Orta Araz da deyilə bilər. Yaxşımı? Yani Yəni bizim indi gələk sualımızı təhlil edək. Görək bizdən nə istəyir? Deyir, eyni tektonik yerləşən silsilələr. Uşaqlar, Dərəliyə silsiləsi bilirsiniz ki, harda yerləşir? Kiçik Qafqazda. güzel Düzdür? kazanıyor. Murovdağ harda yerləşir? Kiçik Qafqazda. Amma Qovdaq silsiləsi hardadır? Qovdaq silsiləsi. Orada. Hı -hı. Böyle çok kazanıyor. Ay sağ ol. Böyük Qafqazda yerləşir. Demək ki, nədir? Səhvdir. Talış silsiləsi, baxın, Kiçik Qafqazda yerləşir. Qarabağ silsiləsi Kiçik Qafqazda yerləşir. Zəngəzur silsiləsi Kiçik Qafqazda yerləşir. Demək, doğru cavabımız nədir? B bəndi. C bəndində Ləngəviz Böyük Qafqaza aiddir. Ələt tirəsi Böyük Qafqaza aiddir. Baxın burada. Amma Brovar Kiçik Qafqaza aiddir. D-də Peştəsər Kiçik Qafqaza aiddir. Talış Kiçik Qafqaza aiddir. Yan silsiləsi Böyük Qafqaza aiddir. Qarabağ yaylası Kiçik Qafqaza aiddir. Murğuz, Niyaldağ deyəcəksiniz ki, Niyaldağ hardaydı? Böyle çok kazanıyor. Böyük Qafqazda. Aydındır. Ben. Sual var. Hayır. Keçək onda digər sual. Murğuz da uşaqlar Kiçik Qafqazdadır. Yaxşımı? Yadınızda saxlayın. Gəldik. Burada cavabımız 1-də oldu. B variantı. Sualan varsa versin. 2-yə baxaq. Ölkə əhalisinin sayı 6 milyon nəfərdir. Deyir, illik təbii artım 90 min nəfərdir. Hər 1000 nəfər olan təbii artım neçə nəfərdir? Deməli, biz burada bildik ki, 6 milyon nəfərə illik təbii Güzel. artım 100% hazır. 90 mindir. 6 milyona 90 mindir. Düzdür? Nə qədər? Ben 90 min. Bəs burada nə edəcək? 1000 nəfərə nə qədərdir? Təbii artım. X. böyle X de var. Bəli. 1000-i vuracaqsan 90 minə, böləcəksən 6 milyon. O da nə qədər eləyəcək? 15 diyesem. 15'ti. 15 var 15. Aydındır. Sən Parliament. başa düşürsən? Necə müəllimə? Selinlə dedim, Selin başa düşürsən? Bəs Selin səsimizi eşitmir. Deməli, gələk üçüncü sualında. Deyir ki, A və B məntəqələri arasındakı temperatur fərqi 3 dərəcə olarsa. Baxın, bunlar arasında deyir 3 dərəcə temperatur fərqi var. Çayın düşməsini müəyyən edin. Uşaqlar, əvvəlcə biz bunlara baxırıq ki, bunlar arasında neçə dənə boşluq var? Bir boşluq, iki boşluq. Düzdürmü? Tabii. Sən qeyd edirsən ki, bizim belə bir qaydamız vardı ki, hündürlüyə doğru 1000 metr qalxdıqca temperatur 6 dərəcə azalır. Deməli, 1000 metrə hər zaman uşaqlar 6 dərəcədir. Hər zaman bu 6 dərəcədir. Bu bir coğrafi qanuna uyğunluqdur. Qaydadır. 1000 metrə 6 dərəcədirsə, bəs mənim 3 dərəcəmə neçə metr düşür? 6 dərəcəmə 1000 metr düşürsə, bəs mənim 3 dərəcəmə neçə metr düşür? 3-ü vuracaq 1000-ə, böləcək 6-ya. Neçə eləyəcək? 3000 o da 6 bölümde öyle bir şey. 500. 500 500 metr. var. Bəli. Deməli, mənim B3 dərəcəmə, yəni 500 metr hündürlüyə doğru qalxdıqca 3 dərəcə azalır. 3 dərəcə.
Və mən baxıram ki, bunlar arasında, yəni B ilə A-nın arasında 500 metr fərq var. Baxıram ki, A ilə B-nin arasında neçə dənə ara var? 2 dənə ara var. Düzdürmü? Bunlar tapdım ki 500'dür də ümumi olaraq. Bax, tapdım ki bunlar ümumi olaraq nədir? 500. 500. Biri Ay deməli sor. 250-dir. Bəli, demək bunun 500'ü bölürəm 2-yə, eləyir nə? 250. Arasındakı məsafəyə bölürük də onu. Məsələn, şunu A ilə B-nin arasındakı məsafəyə. Bəli, 2 dənə boşluğa görə biz 2-yə böldük. 500'ə. Böldü 2-ni, elədi 250. İndi bizdən nə istəyir? Deyək, çayın düşməsini müəyyən edin. Uşaqlar, çayın düşməsi çayın başlanğıcı ilə çayın töküldüyü arasındakı fərqə deyilir. Çayın başlandığı yer mənsəb, töküldüyü yer mənbə, töküldüyü yer isə mənsəbdir. İndi biz bilirik ki, Bəli. çay gəlib hara tökülür? Bura. Düzdür? Çay. Çayın başladığı yer haradır? Buradır. Düzdürmü? Çay Bəli. burada. İndi biz burada baxırıq ki, görə nə qədər ara var? 1 ara, 2 ara, 3 ara, 4 ara, 5 ara, 6 ara. Düzdür? Deməli bu çayın düşməsini tapmaq üçün 250 nəyə vurmalıyıq? 6-ya. 6-ya bölürük ya. 6-ya vururuq. Və Hə, tapırıq ki, çayın yox. düşməsi neçədir? 1500 metr. 250-ni vuracaqsan 6-ya. Eləyəcək 1500. Çayın düşməsi 1500'dür. Sual var. 6-ya niyə vurduq müəllimə? Baxaq. Bax, çay buradadırmı? Bəli. Bax, bura görsənmi? Nədir? Çayın düşməsi çayın başladığı ilə çayın töküldüyü arasındakı nə idi? Fərq edilirdi. Məsələn, Bəli, çay demək buradan başlayırsa, hara gəlir tökülür? Bura tökülür də ən son A-dır. 1 ara, 2 ara, 3 ara, 4 ara, 5 ara, 6 ara. 6'ya ona göre vurduk. Arasındaki Bəli, başa boşluklara göre. Geldik diğer 1500, o da elə desem 1500. Cavabımız olacaq 3'də nə? C bəndi. 4'ə baxıram. Deyir, xəritə sxemdə rəqəmlərlə verilmiş ərazilər üçün ümumi xüsusiyyəti müəyyən edin. Uşaqlar, sutkalıq temperatur amplitudu çox olur. Demişdim ki, tropik ərazilərdə, isti ərazilərdə. Biz bilirdik ki, amplituda nə deməkdir? Fərq deməkdir. Biri vardı sutkalıq, bir də vardı illik. Sutkalıq temperatur amplitudu dedik ki, əsasən bulutsuz ərazilərdə olur. İllik temperatur amplitudu isə deyəcəz ki, mülayimin, kəskin, kontinental tipində olur. İntensiv fiziki aşınma. Aşınmanın 3 dənə növü var. Fiziki aşınma, kimyəvi aşınma, üzvü aşınma. Fiziki aşınma dedik ki, tropik ərazilərdə olur. Kimyəvi aşınma rütubətli ərazilərdə olur. Üzvü aşınma isə canlı və bitki qalxlarının zəngin olduğu ərazilərdə olur. Meşələr geniş yayılmışdır. Bilirsiniz ki, meşələr isti ərazilərdə çox da geniş yayılmır. İndi biz baxaq 4'də. 4'də bilirsiniz ki, hara verilib? Braziliya yaylası. 1. Braziliyadır. 4. Nigeriyadır. Düzdür? 3. Təxminən Nigeriya düşür də. 3 də Somali tərəflərdir. 5. Şri-Lankadır. 2. Kalimantan adası tərəfdir. Yəni İndoneziya tərəfdir. Bu ərazilər uşaqlar nədə yerləşir? Buranın nə kəsir? Ən böyük təmbölü ekvator. ekvator xətti kəsilir. Ekvator bilirsiniz də neçənci enlik idi? Neçə rəqəmlə ifadə olunurdu? 0. 0. Ekvator yer kürəsini neçə yerə bölürdü? 2 yerə. 2. Şimal və cənub yarımkürəsinə. Baxın uşaqlar. Yuxarı hissəmiz şimal yarımkürəsi, aşağı hissəmiz cənub yarımkürəsi idi. Ekvatorun kəsdiyi ərazi necə olmalıdır? Orta İli temperatura yüksək olur. temperatur, bəli, yüksək olur ekvatorial ərazilərdə. Aydındır? Bəli. Cavabımız 4'də D variantı. Gəldik 5-ci suala. Sxemə əsasən havanın nisbi rütubətliyini müəyyən edin. Uşaqlar, nisbi rütubətlik nə idi? Mütləq rütubətlik nə idi? Nisbi rütubətlik deyəcəksiniz ki, faizlərlə hesablanılırdı. Mütləq rütubətlik isə qramlarla. Nisbi rütubətlik əsasən deyəcəksiniz ki, havanın doyma həddinə yaxınlaşması idi. Nisbi rütubətlik yağışlı ərazilərdə çox olurdu. İndi biz baxırıq burada nə verib? Deyir ki, mütləq rütubətlik 15 qramdır və burada görürsünüzmü? 3 qramda su göstərilib.
Sənin 15 qramın 100%dir. Bunu bilirsən. 15 qramın 100%dir. Bəs sənin 3 qramın neçədir? X. Ay, sağ ol. 3 qramın x-dir. Bu necə tapacaqsan? 3-ü vuracaqsan 100-ə, böləcəksən 10, 15-ə, eləcək 20%. 15'e. Bəli, cavabımız E bəndidir. Aydındır. Ben. 6-ya baxaq. Əkinçilik üçün əlverişsiz olan ərazilər. Uşaqlar, bunlar bizim nələrimizdir? Təbii zonalarımızdır. Bilirik ki, tundra təbii zonası necə təbii zonaydı? Donuşuqluq. Düzdür? Ben. Ben. Əkinçilik üçün əlverişli olan təbii zonalarımız savannalar idi, çöllər idi, Ekvator. bir də Bir de ekvator ekvatorial meşe. Meşe. meşələr deyirsən. Bir şey deyim də, indi bizim altıcağımız nə olmalıdır? D variantı olmalıdır əslində. Nəyə görə? Çünki ekvatorial meşələrdə o qədər ifrat rütubət olur ki, yağıntı çox yağır ki, orada əkinçilik əlverişli olmaz. Səhvdir. Cavabımız 1, 4, 5. Bataqlıq da uşaqlar bilirsiniz də əsasən tayqa zonasında olurdu. Dünyada ən böyük bataqlıq haradaydı? Rusiyadaydı. Qeyd ki, Vaysuqan bataqlığı idi. Cavabımız altda nə olacaq? 1, 4, 5. D variantı. Sual var. Evet. Gəldik 7-ci suala. Deyir, sxemə uyğun olaraq müəyyən edin. Litosfer tavası. Uşaqlar, birincisi biz bilməliyik ki, litosfer tavaları iki yerə bölünür. Divergent və konvergent. Divergent toqquşma, divergent ayrılma, konvergent isə toqquşma idi. Konvergent özü iki yerə bölünürdü. Kolliziya və subduksiya. Kolliziya uşaqlar bilirik ki, materiklə materikin toqquşması idi. Subduksiya isə okeanla materikin toqquşması idi. Okean tavası materik tavasının altına gömülürdü. Burada fikir verirsiniz ki, nə baş verir? Bu altına gömülür. Düzdürmü? Bu isə toqquşurlar. Deməli, burada okean tavası materikin altına gömülürsə, bu subduksiya prosesidir. Yəni toqquşma. Naska və Cənubi Amerika tavası bilirsiniz ki, bir-biri ilə toqquşur. Naska kiçik litosfer tavasıdır. Cənubi Amerika böyük litosfer tavasıdır. Naska okean tipli yer qabığına malikdir. Cənubi Amerika tavası həm okean, həm də materik tipli yer qabığına malikdir. Düzdür? Anladım. Naska ilə Cənubi Amerika tavasının toqquşmasından Ant dağları yaranır. Ant dağları Cənubi Amerikada yerləşir. Deyirdik ki, Ant dağları ən hündür zirvəsi Kordilyer dağları, ən zirvəsi Aconcagua idi, 6960 metr idi. Və Ant dağları dedik ki, dünyada əsasən nə idi? Birinci mis qurşağının yerləşdiyi ərazi idi. Yəni burada cavabımız 7 nə olacaq? A bəndi. B bəndi niyə səhvdir? Düz deyir. Avrasiya ilə Afrikanın toqquşmasından Alp dağları yaranır. Sadəcə bu hər ikisi nədir? Materikdir. Yəni Avrasiyada materikdir, Afrikada materikdir. Bu kolliziyadır, subduksiya deyil. Amma şəkildə bizə göstərilən subduksiya prosesidir. C variantı niyə səhvdir? Avrasiya ilə Sakit Okean Baykal gölü yazıb uşaqlar səhvdir. Baykal gölü Rusiyada yerləşir. Ən dərin göllərimizdən biridir. Dedik ki, birinci Baykal gölüdür, daha sonra Tanganika gölü, daha sonra isə Xəzər gölü ən dərin göllərimizdən hesab olunur. Bu yanlışdır. Hindistan və Qərbi Sibir. Bu da səhv uşaqlar. Dekan yaylası tektonik ərazidə yerləşmir. Yəni ki, qədim ərazidir, platformadır. Ərəbistanla Şərqi Avropa yazılıb, Böyük Qafqaz dağları səhvdir. Demək, cavabımız nə olacaq? A bəndi. Gəldik 8-ci suala. Deyir ki, 22-ci və 3-cü saat qurşaqla orta meridianlar arasındakı məsafə ekvatorda neçə kilometr olar? Uşaqlar, 22-ci saat qurşağını bu 22 rəqəmdə görürsünüzmü? Qərb yarımkürəsində yerləşdiyinə görə 24-dən çıxmalısınız 22-ni. Neçə eləyəcək? 2. 2-ni də daha sonra nə vuracaqsınız? 15-ə. 15 bizim nəyimiz idi? Bizim 15 nəyimiz idi? Ümid. Məsələn, Ben bu suala başa düşmedim ben. Başa bax, düşmedim ben. deyir ki, 22-ci və 3-cü saat qurşaqların orta meridianları və arasındakı məsafəni ekvatorda neçə kilometr olduğunu tapın. Saat qurşaqlar məsələsidir bu. Saat qurşaqları.
Aydındır? İndi saat Ha, bildim. qurşaqları Ha, məsələsində biz nə edəcəyik? Belə məsələlərdə 22-ci ilə 3-cü saat qurşağı verilib. Qeyd edəcək ki, biz bilirik ki, bizim bir dərəcəmiz, yəni dəqiqəmiz 4 dəqiqədir, 4-dür. Saatımız isə 15 ha, dərəcədir. Yəni, yer kürəsi öz oxu ətrafında 24 saat müddətində tam dövr edir. 360 dərəcəni 24-də bölsə neçə eləyir? 15 dərəcə. Yəni, nəticədə hər biri 15 dərəcədən ibarət olan 24 saat qurşağımız var. Yəni, bizim 15 dərəcədə 15-ə vururuq ona görə. Bildinmi? Deməli, indi biz nə ha. eləməliyik? Belə məsələlərdə, yəni ki, qeyd edəcək ki, bizim burada 24-dən çıxmalıyıq 22-ni. Neçə İki. qalır yerdə? 2 alır. 2. İstəsən başqa cür də eləyə bilərik. Məsəl üçün 22-ni vuracaqsan 15-ə neçə eləyəcək? 330. 330-u Bəli. 360-dan 330-un çıxası neçə qalacaq? 30 70. qərb Ha, 30. 30 qərb 30. uzunluğu. Ha. Üçüncü saat qurşağını necə tapacaq? 3-ü vurarsan 15-ə eləyəcək 45 şərq uzunluğu. Deməli, Bəli. biri 30 qərb uzunluğu, biri də 45 şərq uzunluğudur. Mən də sizə Onları öyrətmişdim ki, cəmləyirik 75 bəli, eləyir müəllim. biri şərqdə, biri Sonra qərbdə onda 111-ə yerləşdiyinə vurur. görə, ay sağ ol. Biri 111-ə şərqdə, vurur. biri qərbdə yerləşdiyinə görə onları toplayırıq. Yəni 45-in üzərinə 30 gələcəksən 75, 75-i də vuracaqsan 111-ə eləcək 111-ə. 8325. 25. Düzdür. Gəldik 9-a. Kimə aydın deyilsə izah verim yenidən. Mənə biz 24-dən 22-sinə çıxdıq. 8-i bir də başa salaram. Hə, yaxşı. Baxın, gəlin 8 haqqında sizə məlumat verin. Açın bir dənə dəftərinizi qeyd aparın. Yaxşı. Hə, yəqin ki, sizə başa düşmədiniz tam olaraq. Saat qurşaqları məsələsidir uşaqlar. Gəlin onları mən sizə deyim. Demək, kitabımızda da əslində var. Gözün səhifəsini də istəsəz deyərəm. Birim səhifə neçədəydi bizim kitabda. Bircə dəqiqə. Səhifə 70-dədir. Kimdə güvən varsa oradan baxa bilər. Baxın, uşaqlar, 1 saat 15 dərəcədir. Qeyd edin, 1 saat 15 dərəcədir. 1 saatımız 15 dərəcə, 1 saatımız 4 dəqiqədir. Yazdınız. Bir saatimiz 15 dəqiqə, 15 1 dərəcə. saatımız 15 dərəcə Aha. və 4 dəqiqə. Saat olaraq 15-dir, dəqiqə olaraq 4-dür. Yazdınız. Bəli. Və orada əsas qaydları deyirəm. Bircə dəqiqə. Gözləyin. Deməli, nə edəcəyik? Səhifəsini də deyim. Ya da ataram da sizə həmçinin baxarsınız. Səhifə Qeyd 70-də edirsiniz də var. ki, baxın. 20-ci dərs. Baxın, yenə deyirəm. 4 dəqiqə və 15 dedik də, düzdürmü? Hə. 15 və 4 dəqiqə. Bunları mütləq yadınıza saxlamalısınız ki, 1 saat 15 dərəcə və 4 dəqiqədir. 1 saat 15 dərəcə və 4 dəqiqə ərzində 1 dərəcə dönür. 1 dərəcəmiz 4 dəqiqədir. 1 saatımız da 15 dərəcədir. Burada nəyə diqqət yetirirsiniz? Əgər 23 ilə 13 ilə 23 bu qərb uzunluğudur. 13 ilə 23 qərb uzunluğudur. Burada nə vermişdi? 22 verilmişdi. Yəni 13-dən 23-ə kimi qərb uzunluğudur. Yazın. Yazın. Ay sağ ol. Burada 1-dən 11-ə kimi nədir? 1-dən 11-ə kimi şərq uzunluğu. 13-dən 23-ə kimi qərb uzunluğu. Qeyd elədiniz? Bəli. Ay sağ ol. Всё. İndi qaydan nədir?
Əgər uşaqlar qərb uzunluğu olarsa, məsələn 22 nə oldu? Qərb uzunluğu oldu, düzdür? 22-nin qərb uzunluğu olduğuna görə 22-ni 24-dən çıxmalısan. Məsələn 24-dən çıxarsan 22 neçə qaldı? 2. Bizim də bilirsiniz də 15 dərəcədə dedik ki, axı 1 saat 15 dərəcədir. 2-ni vurasınız 15-ə, vəsiyo. Neçə elədi 2-ni 15-ə vurduq? 2 yox, müəllimə 3. 45. 24-dən 22-si çıxmadı. Mən 3 Hadi saat o başa biri deyirəm. Hə. 22-dən biri çıxdı. 30 eləyir, biri 45. Hə, biri neçə elədi? 30, biri də 45. Ay, sağ ol. Yenə deyirəm. 1 ilə 11-in arası şərq uzunluğudur. 13 ilə 23-ün arası qərb uzunluğudur. Orada 24 veribdi, 22 verib deyə biz 24-dən çıxırıq nəyi? 22-ni. Həmişə qərb olanda biz 24-dən çıxmalıyıq, mütləq. Aydındır? Qərbdə yalnız 24-dən çıxırsan. 24-dən çıxsan 22-nin elidir nə? 2. 2-ni də nəyə sonra vurmalısan? 15-ə vurmalısan. Aydındır? Bəli, Vurdunuz. bəli. Sonra elədi 30 nə? Elə bir ki, onlar Qərb uzunluğu. 30, 40. Bəli. Sonra amma 3 nə idi? Şərq idi. Dedik axı 1 ilə 11-in arası şərqdir. 3-ü nəyə vuracaqsan? Yalnız 15-ə. Şərqdə yerləşəni yalnız 15-ə vurursan. O deyir 45. Bəli, o deyir 45 nə? Şərq uzunluğu. İçeride bunu. Mhm. Biri Onu da şərqdə, vururuq biri qərbdə 110. yerləşdiyinə görə toplayırıq. Fərqli həmişədə də toplayırıq. Neçə eləyir? 75. 75. Bizim də 1 dərəcəmizin qiyməti neçədir? 75 dərəcə alırsan. Düzdürmü? 75 dərəcəni də kilometrə çevirmək üçün həmişə uşaqlar 111-ə vurmalıyıq. 75-i 111-ə vurmalıyıq. Əgər dərəcəni kilometrə çevirmək istəyirsə 111-ə vurmalıyıq. Всё, bu qədər. Aydındır? Bəli. Senin aydın oldu sənə? Keçək onda digərimizə. 9-cu suala baxırıq. Deyir ki, Qanıq Əliçay fiziki coğrafi rayonuna aid olmayan xüsusiyyət. Uşaqlar, Qanıq Əliçay fiziki coğrafi rayonumuzu tanıyırıq. Baxın buradadır, görürsünüzmü? Qanıq Əliçay. Qeyd olunub burada. Qanıq Əliçay. Nə deyir bizə? Deyir ki, qışı quraq keçən mülayim isti iqlim hakimdir. Aiddir yoxsa yox? Xeyr. Bəs burada nə idi? Yayı quraq keçən idi. Düzdürmü? Bəli, yayı quraq. Qanıq Əliçayda Bəli. uşaqlar yayı quraq keçən mülayim isti iqlim idi. Ona görə bir nədir? Səhvdir. Bizə də səhvləri istəyir. Birləri götürəcəyik. Dağ çəmən landşaftı geniş yayılıb. Doktor Melaç. Xeyr, müəllim yayılmayıb orada. Biraz Nəsə, diqqətli yəni ol. yayılmışdı. Qanıq Yəni Əliçay yayılmışdı ya. uşaqlar, Qanıq Əliçayda qışı quraq keçəndə yoxsa yayı quraq keçən idi? Yay quraq keçən idi orada. Yoxsa Mən səni soruşuram da. Görəm heç biriniz dinmirsiniz. Yayı quraq keçən deyil. Yayı quraq keçən hardaydı? Lənkərandaydı da yayı quraq keçən. Orada nə quraq olurdu? Bəli, bəli. Qışı Necə quraq bilim? keçən. Bəli, Qanıq Əliçayda Qış quraq. qışı quraq keçən idi. Deməli, bir nədir? Aiddir. 2. Dağ çəmən landşaftı geniş yayılıb. Səhvdir. Düzən meşə landşaftı. Uşaqlar, orada düzən meşə landşaftı. Dağ çəmən yox, düzən ərazidir. Şirin quruntu suların səthə yaxındır. Bəli, çünki Qanıq Əliçay intrazonal landşaftda yerləşir. Demişdik ki, Samur Dəvəçi ovalığı da, Qanıq Əliçayda necə zonda yerləşir? Intrazonal landşaftda. Intrazonal landşaft demişdik nə idi? Pozulma idi. Yəni, biz qeyd edəcəyik ki, bir ərazidə landşaft pozulması baş verirsə, bu intrazonal landşaftdır. İntrazonal landşaftda da quruntu suların səviyyəsi ya səthə çıxır, ya da ki, şirin quruntu suların səthə yaxın yerləşir. Yəni 3 aiddir. Yay quraq keçən mülayim isti iqlim hakimdir. Səhvdir. Qərzəhli meyvəçilik yetişdirilir. Düzdür. Qoz, fındıq, şabalıd.
Okean səviyyəsindən aşağıda yerləşir, səhvdir. Əgər Xəzər dənizinə yaxın olsaydı, bəli, okean səviyyəsindən aşağıda yerləşərdi. Amma Xəzər dənizindən uzaqdadır. Ona görə 9-a cavabımız nə olacaq? Yanlışları istir deyə D variantı. 2, 4, 6. Ona baxırıq. Əmtəlik tipli kənd təsərrüfatına aiddir. Əmtəlik tipli kənd təsərrüfatı uşaqlar intensiv inkişaf yoluna aid edilir. Nəyə aid edilir? İntensiv tipli inkişafa aid edilir. İntensiv nədir? Ekstensiv nədir? İntensiv nədir? Kim deyər? İntensiv nədir? Ekstensiv nədir? Deyin görəyin. Uşaqlar, qeyd eləyin. İntensiv əkinçilik, əmtəlik əkinçilik inkişaf etmiş ölkələrdə olur. Əmtəlik, intensiv inkişaf etmiş ölkələrdə olur. Yəni, qeyd edəcək ki, intensiv inkişafın biz olması üçün texnologiyalardan, yəni müasir texnologiyalardan, gübrələrdən, suvarma sistemlərindən istifadə edirik. Amma, məsələn, B variantında işçi qüvvəsinin sayının artırılması bu ekstensiv inkişafdır. Yəni, əmtəlik təsərrüfatda isə əl əməyi mexanikləşdirmə ilə əvəz olunur. Yəni, əmtəlik nədir? Mexanikləşmə. Bildinizmi? Ekstensiv nədir? Əl əməyi. Yəni, burada işçi qüvvəsinin sayının artırılması əl əməyidir. Mexanikləşdirilmə deyil. Yəni, əmtəlik təsərrüfata aid deyil. Əkin sahələrinin genişləndirilməsi. Bu da ekstensivdir. Yəni, eninə. Ekstensiv eninədir. İntensiv dərinnədir. Eninə inkişaf ekstensivdir. İstehlak tipli kənd təsərrüfatı da uşaqlar aiddir. İnkişaf etməkdə olan ölkələrə. Aydındır. Sual var. Hə, uşaqlar, sual Xeyr, müəllim, xeyr. yoxdur. Xeyr, xeyr. Gəldik 11-ə. Uşaqlar, çaylardan bayaq tanışdıq. Dedik ki, Tərtər çay hara tökülürdü? Kürə. Kürə, afərin. Qarabağ vulkanik ələsindən başlayırdı, yeraltı sularla qidalanırdı və tökülürdü Kür çayına. Düzdür. Bəs Həkəri çay hara tökülürdü? O da arası tökülürdü müəllim, Həkəri. Mazım çay, Mazımçay kürə tökülür. Birəş çay. Yo, kürə. Mazımçay müəllim. Mazım çay hardaydı? Bizdən doğru sıranı istəyirsə, uşaqlar, deyirəm. Mazım çaydır, Katex çaydır, Qanıq çay, bunlar hara tökülür? Qanığa tökülür. Mazım çay, Katex çay hara tökülür? Qanığa tökülür. Baxın burada. Görürsünüz mü? Mazım çay, Katex çay hara tökülür? Qanığa tökülür. Buna görə nədir 3? Səhvdir. Viləş çay hara tökülür? Lənkəran arasından. Xəzərə. Xəzərə tökülür. Türyan çay hara tökülür? Kürə tökülür. Baxın. Kürə tökülür. Səhv verilib. Əyri çay yazıb səhvdir. Sonra gəldik nəyə? Həkəri çay Araza tökülüb. Baxın uşaqlar, Həkəri Araza tökülüb. Tərtədə Kürə tökülüb. Burada 11-də doğru sıramız nədir? 1, 1, 2, 4. 2, 4. Aydındır. Bəli. Gəldik 13-cü suala. Deyir, Euler-Venn diaqramına uyğun gələn bəndi müəyyən edin. Avrasiya və Şimali Amerika materiklərindən danışacaq. Uşaqlar, Avrasiya materikini tanıyırsınız, Şimali Amerika materikini tanıyırsınız. Siz bilirsiniz ki, qədim Lavrasiya qurusunun parçası olub. Bilirsiniz ki, ilk yaranan quru Pangeya idi. Pangeya Paleozoikasında iki yerə parçalanır. Lavrasiya və Gondwana qurusuna. Mezozoikasında isə Lavrasiya ilə Gondwana materiklərə parçalanırdı. Lavrasiya şimal materiklərə aiddir, yəni Şimali Amerika ilə Avrasiya. Cənub materiklərinə, yəni Gondwana isə Cənubi Amerika, Afrika, Avstraliya, Antarktida aiddir. Yaxşı mı? Bu hər ikisi şimal materik olduğuna görə Avrasiya ilə Şimali Amerika Lavrasiyanın quru parçası hesab olunur. Bir neçə qədim və cavan platformalar ibarətdir deyirsə, biz qeyd edəcəyik ki, Avrasiyada, Şimali Amerikada da, məsələn, Şimali Amerikada bir dənə qədim, yəni bir dənə platform, belə deyək də,
platforma sahəmiz var idi. Uje deyir ki, burada qədim Lavrasiya quru parçasıdırsa, Avrasiyanın Şimali Amerika aiddir. Bir də dördüncü döv buzlaşması şimal materiklərində olub. Yəni Şimali Amerikanın Avrasiyada. Bu da oxşar cəhətdir. Yəni 1 ilə 4 oxşara gedir. Bir neçə qədim və cavan platforma ibarətdir deyirsə, bu Avrasiya aiddir. Avrasiya ərazisində deyəcəksiniz ki, 3 dənə cavan platforma var idi. Turan ovalığı, Ön Qafqaz və Qərbi Sibir. Platformalar dedik ki, seismik cəhətdən aktiv olmayan ərazilər idi. Geosignallar isə seismik cəhətdən aktiv olan ərazilərdir. Platformalar yaşına görə dedik 2 yerə bölünür. Qədim platformalar, cavan platformalar. Qədim platformalar yaranıb arxey və protozoyda, Kemberiya qədərki dövrdə, Baykaldan əvvəl. Cavan platformalar isə Paleozoyun Hersin mərhələsində yaranmışdı. Yəni cavan platformamız 3 dənə idi. Ön Qafqaz, Qərbi Sibir və Turan ovalığı. Deməli, bu hansına aiddir? Avrasiya materikinə aiddir. Şimali Amerikada bir dənə platforma var idi. O da Şimali Amerika platforması idi. Yəni cavanı yox idi. Bir dənə qədim idi, vəsiyo. Ərazisində bütün iqlim qurşaqları formalaşır. Bu da Avrasiya materikinə aiddir. Avrasya. Bəli, Avrasiyada deyəcəksiniz ki, subtropik iqlim də var idi, tropik iqlim də var idi, ekvatorial da var idi, mülayim də var idi, subarktik də var idi, düzdür, subekvatorial da var idi. Düzdürmü? Bəli. Şimali Amerikada tropik var idi, subtropik var idi, mülayim var idi, subarktik var idi və arktik var idi. Yəni burada biz qeyd edə bilmərik ki, digər iqlim qurşaqları var olmasını deyə bilmərik. Gəldik, dördüncünü dedik ki, oxşardır. Qərb hissəsinin çayları çox qısa və bol suludur deyir. Bəli, Şimali Amerikanın qərbində hündür dağ olan Kordilyer dağları var idi deyə. Bura çayları qısa və bol sulu idi. O gedəcək 5 nəyə gedəcək? Şimali Amerikaya. Mitchell zirvəsi burada yerləşir. Şimali Amerikadaydı. Apalasi dağlarının ən zirvəsi Mitchell idi. Qədim dağ idi Apalasi dağları və daş kömürü ehtiyatı ilə zəngin idi. Cavabımız 12-də nə olacaq? D variantı. 13-də urbanizasiya şəhər əhalisinin çoxalması deməkdir. Urbanizasiya 2 yerə bölünür. Biri var suburbanizasiya, bir də var yalançı urbanizasiya. Yalançı urbanizasiya inkişaf etməkdə olan ölkələrə aiddir. Amma suburbanizasiya inkişaf etmiş ölkəyə aiddir. Yəni yalançı urbanizasiya inkişaf etməkdə olan ölkəyə aiddir. Bu isə cavabımız nə olacaq? Bu eninə inkişafdır. Yəni kəndlər işsiz qalan əhali şəhərə axın etməsi yalançı urbanizasiya adlandırılır. Cavabımız 13-də nə olacaq? A bəndi. Yəni sosial infrastrukturun zəif inkişafına baxmayaraq şəhərlərin sayının, yəni ki, sahəsinin genişlənməsi yalançı urbanizasiyadır. Aydındır? Bəli. Gəldik 14-də. Uşaqlar, kestrofit dağ çəmənlərin yayıldığı silsilələr. Kestrofit bitkilər əsasən 2 yerdə idi. Dağ çöl olan ərazilərdə olur. Demək, dağ kestrofit bitkiləri deyəcəksiniz ki, 2 ərazidədir. Bir, Zəngəzur silsiləsindədir. Bir də hardaydı? Bir də Talışda. Bəli, Talışda və Zəngəzurdaydı. Talışda niyə vardı? Çünki deyirdik ki, Talışda, məsələn, Azərbaycanın bütün dağlarında bir dənə qayna uyğunluq vardı ki, hündürlüyə doğru qalxdıqca yağıntının miqdarı artırdı. Azalır. Amma Talış dağlarında bunun əksi idi. Hündürlüyə doğru qalxdıqca, bəli, yağıntının miqdarı nə edirdi? Azalırdı. Azalırdı. Sonra qeyd edəcək. Zəngəzurda isə nə idi? Çünki Naxçıvan necə bir ərazi idi? Naxçıvan quraq ərazi idi, bəli. Yəni kestrofit dağ çöllər də quraq ərazilərdə olurdu. 2 ərazidə də Azərbaycanda ondan başqa heç yerdə yoxdur. Gəldik 15-ə. Cavabımız 14-də B variantıdır. 15-də yanlış ifadəni müəyyən edin. Azərbaycanda bəzi faydalı qazıntılar potensial ehtiyatlar kimi müəyyən edilmişdir. Bəli, məsələn, Azərbaycanda Ceyrançöldə neft ehtiyatımız var ki, o bizim potensial ehtiyatımızdır. Yəni biz onun sadəcə nə zamansa dara düşsə istifadə edəcəyik. Yəni istifadə olunmur. Braziliya və Avstraliya dəmir filiz ehtiyatlarla zəngindir. Bəli, uşaqlar, yaylalarda filiz faydalı qazıntılar zəngin olur. Braziliya Cənubi Amerikada yerləşən yayladır.
Avstraliyada bilirsiniz də, Avstraliya yaylası da Avstraliyanın ərazisində yerləşir. B də düzdür. Gəlir digərinə. Külək enerjisi tükənən, lakin bərpa olunan ehtiyat. Uşaqlar, alternativ enerji mənbələrimiz var ki, küləkdir, günəşdir, daha sonra qabarmadır, çəkilmədir. Bunlar tükənmir. Tükənməyən ehtiyatlardır. Yəni alternativ enerji mənbəsi. Yəni külək tükənməz, günəş tükənməz, qabarma çəkilmə hadisəsi tükənməz. Bunlar alternativdir. Ona görə cavabımız nədir? C variantıdır. Aydındır? Bəli. Gəldik 16-ya. Əlavon metal fizdə mövcud olduğu ərazidə. Uşaqlar, metalurgiya sahəsi iki yerə bölünür. Əlavon metallar, qara metallar. Qara metallar 3 dənə idi. Dəmir filiz, manqan və xrom. Əlavon metallar isə iki yerə bölünür. Ağır əlavon, yüngül əlavon. Ağır əlavon hansıdır, yüngül əlavon hansıdır? Gəlin baxaq. Məsəl üçün, biz qeyd edəcəyik ki, Talış dağlarda 6. Talış dağlarında heç bir filiz yoxdur. Talışda filiz yoxdur. 2. Qobustan Abşeron ərazisi. Filiz yoxdur. 3. Şirvan düzüdür. Filiz yoxdur. Yalnız filiz harda olar? 1, 4 və 5-in olduğu ərazilərdə. Yəni filiz faydalı qazıntılar Kiçik Qafqaz vilayətində geniş yayılıb. Aydındır? Bəli. Məsələn, birin olduğu yer Kəlbəcərdir. Civə var. Ağyataq, Şorbulaq, Levçayda. 4-ün olduğu yer Zəngilanda. Zəngilanda nə var idi? Qızıl vardı. Vecnəli yatağında. 5-in olduğu yer Gədəbəydir. Orada Qoşa, Qızıl yatağı. Həmçinin məsələn Daşkəsən ərazisi kimi də götürə bilər ki, orada Zəli yatağında alimlik ehtiyatımız vardır. Cavabımız olacaq 1, 4, 5 C variantı. 17-ci suala baxırıq. Deyir, gecənin uzunluğu 12 saat 20 dəqiqə olarsa, müvafiq olaraq günəşin çıxma və batma vaxtını müəyyən edin. Biz bilirik ki, 24 saatdır uşaqlar bizim. Düzdür 24 saat. 24:00-dan çıxacaqsan 12:20-ni. Gəlin çıxağın. 24:00-dan bu 00 bilsinlər nə 12:40 deməkdir? qaldı. 60 deməkdir. Çıxacaqsan 12:20-ni. 11:40. 12:40 qaldı değil mi? Görə indi görüm kim düz tapacaq. Qoy bir dənə yazım tam. Bura 60 deməkdir. Uşaq bu 0 var ha. Bu 0 60 deməkdir. 1, 2, 60-dan 20-yə çıxsın neçə qalır? 40. 40. Burada 23 olacaq. Uşaq bundan birini götürmüşəm. 23-dən də 12-sini çıxsam 11. 23 sonra. Ha, ben 24 bilirdim o yüzden. Yox, bəs oradan birini götürmüsən axı 60 dəqiqə eləmsən də buranı. Ha, bildim. 11:40. Demək uşaqlar, gündüzün uzunluğu nə qədərdir? 11:40-dır. Sən nə deyir? Gecənin uzunluğu 12 saat 20 dəqiqədir. Biz də bilirik ki, gecə ilə gündüzün uzunluğu birdə nə qədər eləməlidir? 24. Düzdür? Evet. Ay sağ ol. 24:00-dan çıxarsan gecənin uzunluğu 12 saat 20 dəqiqəni eləyir. Gündüzün uzunluğu 11:40 eləyir. Düzdür? Aydındır? Gündüzün uzunluğu 11:40-dır. Deməli biz nə edirik indi biz? Gündüzün uzunluğunu böləcəyik nəyə? 2-yə. Gündüzün uzunluğunu 2-yə bölməliyik. 11:42-yə bölsə neçə eləyəcək? Kim bölər? 11:40. Bəli. 11:42-yə bölsək. Məsəl üçün 42-yə böl neçə düşdü? 11-i 2-yə bölsəz neçə düşür? 5, 05, 05 50 düşür. Bəli deyəsəm. 05 50. Mənim Hə. 6 05 Alt- ekti. deyəsəm. Necə? 6-10 düşür deyəsəm. 6, 10. Necə böldün 6, 12? 11-i 40-a böləndə mənim 5-70 olur əslində. 11-42-yə böləndə. Hı -hı. Ha,